Salam hər bugün sizlər üçün 2026-cı ildə təqdim olunmuş 8-ci sinif Erfo rayon şəhər turunun suallarını izah eləyəcək. Vaxt itirmədən keçək sualların izahına. Bəzi hesablama tipli sadə tapşırıqları izah etməyəcək. Sadəcə doğru cavablarını qeyd etməyimiz bəs eləyir. Məsəl üçün, birinci sualdır, bəsit suallardır. İkinci sualdır, həmçinin. Yəni, bunlar hesablama tipli suallardır. Yəni, burada olimpiyata aid bir nəsə yoxdur. Doğru cavabları bu şəkildədir. İndi dördüncü sualı izah eləyək. Dördüncü sualda da qonşu bucağın biri 50%, digərinin 40%-dən 27 dərəcə çoxdur. Yəni, birinə x desə, x-in 50%-i 0.5x eləyəcək. Digərini y desək, 0.4y plus 27 olacaq və x plus y 180 olacaq. Buradan 110 və 70 alacaq. Onların fərqi də 40 olacaq. A variantı. 5-ci sualda isə eyni metodla kvadrata yüksəldəcək. 6x kvadratı, yəni bundan əvvəlki 9-cu sinifin sualında da bu şəkildə idi. 6x kvadrat çıx 5x plus 4 bərabərdir 25. 6x kvadrat çıx 5x plus 4 minus 21 bərabərdir 0. 6x kvadratı çıxılsın. Burada 9x. Birdən bunu sadələşdirir. 21 yazaq bunun yerinə. Minus 21 yazaq. Birbaşa sadələşdirək. Burada minus plus 9x minus 14x minus 21 bərabər 0 olacaq. Buradan 3x'i çıxartanda 2x plus 3. Buradan 7'ni çıxartanda 2x plus 3 bərabərdir 0 olur. Görsənir x bərabərdir mənfi 3 bölü 2. X bərabərdir 7 bölü 3. Görsənir ki, burada böyük kök budur. Kiçik kök də budur. 3x1 çıx plus 2x2'nin də qiyməti görsənir ki, 4'ə bərabərdir. A variantı. 6-cı sualda isə biz A-nı sadələşdirəndə 6'nı 2 vur 3. 12'ni 3 vur 4. Digərlərində 4 vur 5. Digəri 5 vur 6. Digəri isə 6 vur 7 kimi sadələşdirəndə A bərabər olacaq. 2'də 1 çıx 3'də 1. Bu ifadə buna bərabərdir. Digər ifadə 1 bölü çıx 1 bölü 4'də 1. Bu şəkildə analoji üsulla davam etsək 1 bölü 6 çıx 1 bölü 7. Bunlar islah gedəcək, qalacaq. 2'də 1 çıx 7'də 1, yəni 14'də 5. B-ni də tapsaq 1 vur 4 kimi, digərini 4 vur 7 kimi, digərini 7 vur 10 kimi, digərini isə 10 vur 13 kimi yazsaq. Buradan 3'də 1 metrizə qarinə çıxarsaq 1 çıxılsın 1 bölü 4, 1 bölü 4 çıx 1 bölü 7 plus 1 bölü 7 çıx 1 bölü 10 üzərinə 1 bölü 10 çıxılsın 1 bölü 13. Buradan islah gedən ifadələr qalır. Burada 3'də 1 vurulsun 13'də 12. Buradan da alınır 13'də 4. 14A fikir versəz 14A 5'ə bərabərdir. 13B isə 4'ə bərabərdir. Və bunların cəmi də 9'dur. B variantı. 7-ci sualda qeyd olunur ki, natural qiymət almalıdır. Natural qiymət almalıdırsa 24 bölü n plus 4 bu ədədin natural bölənləri olmalıdır. Yəni bu müsbət olmalıdır dolay yolla. Bu ifadə də natural qiymət almalıdır. Ona görə də 24'ün boş natural bölənlərin sayını tapmağımız bəs eləyir ki, bu sualı həll eləyək. Burada da 8 dənə natural böləni var. Y variantı. Hamısı da ödəyəcək, çünki n tamdır. 8'də cəmi bütün hər kəsin məxrəcin bir müəyyət azalarsa, birinci ifadə 1 olacaq, 1 böl 2 olacaq, 1 böl 3 olacaq və 1 böl n minus 1 olacaq. Bayaqki ifadəyə bir t deyək. Yəni, bizdən bu ifadəyə bir t deyək. Bu ifadədə görsənir ki, yəni baxın buradan biz 2'də 1'dən n minus 1'ə kimi cəmi tapsa, bu t minus 1 böl n eləyəcək. Yuxarıda yerinə yazsaq 1 plus bu ifadəni artıq tapdıq. T minus 1 böl n. Bu da bərabərdir. T plus 1 minus 1 böl n. Bu da olur t plus n'də n minus 1. Görsənir ki, n minus 1 böl n vahid artacaq. 9'da moduna yaza bilərik. 2n plus 6 ədədi 5'ə bölündə 1 qalığını verir. 1 mod 5 yaza bilərəm. Buradan 2m bərabərdir 0 mod 5.
Çünki 6 1 qalığını verir. Birdən bir sayını 0 eləyir. M də bərabərdir 0 mod 5. Buradan M'in 5K olduğunu tapa bilərəm. M'in 5K qiymətində 2M plus 6 ifadəsi deyir ki, 7 bölündə 3 verir. 3 mod 7 olacaq. Buradan da M'in yerinə 5K yazsam 10K plus, daha doğrusu 3'dən 6 çıxanda -3 mod 7 olacaq. 10K 3 verir mod 7'də. 3K bərabərdir -3 mod 7. Hər tərəfini 3'ə böləcəyik. Əlbəttə 7'ni 3 7 ədədinin əbobuna bölürük. Bunu mod dərsində izah etmişik. -1 mod 7. Buradan da K bərabərdir 6 mod 7 olacaq. Olimpiad azalığımıza qoşulub bu tipli məqamları daha dərindən öyrənə bilərsiniz. 7T plus 6. O zaman M bərabərdir 5 vur 7T plus 6. Bu da eləyəcək 35T plus 30. Ən kiçik qiymət əlbəttə ki, T'nin 0 qiymətində M'in 30 qiymətidir ki, doğru cavab A variantıdır. Onda 1 üzəri 3 dəfə ard-arda atsa düşən ədədlərin cəminin sadə olması. Ümumi halların sayı 6 üstü 3 yəni 216'dır. İndi düşən hallara A plus B plus C desək, bunların cəmi sadə olması lazımdır. Əlbəttə ki, bu sualı biz 9-cu sinifin videosuna da baxsaq, eyni üsulla həll eləsək alınır. Misal üçün biz baxacağıq A plus B plus C'nin. Yəni hər biri görsənir ki 6'dan kiçik və nədən böyükdür? 1'dən böyükdür. O zaman A plus B plus C maksimum 18 ola bilər və 18'dən kiçik sadə ədədləri bərabərləşdirərik. 2 olduğu halda mümkün deyil. İkinci halda A plus B plus C 3 olacaq. Burada əlbəttə ki, ödəyənlər 1, 1, 1'dir. Bir dənə hal var. Üçüncü halda A plus B plus C 5 olmalıdır. Bu halda isə 1, 2, 2 və bunun bütün yer dəyişməsi 3 dənə. Daha sonra isə 3, 1, 1 ola bilər və bunun da bütün yer dəyişməsi 3 dənə olacaqdır. Başqa hal yoxdur. Burada da 6 dənədir. Bu formada davam eləyib. Axırıncısı isə A plus B plus C'ni 17'ye bərabərləşdirsək, bütün halları sayını tapıb toplasaq 73 dənə eləyəcəkdir. Doğru cavab 73 bölü 216 olacaqdır. D variantı. 11-ci sualda biz çoxluqlar bölməsinə keçdiyimiz SA üzərinə SP çıxılsın SA kəsmə B bərabərdir SA birləşmə B düsturunu istifadə edə bilərik. SP'ni burada əvəzləsək, burada SA çıx 8 eləyəcək. SA çıx 8. Yerinə yazsaq ifadədə olacaq 2SA minus SA kəsmə B bərabərdir SA birləşmə B. Minus 8 də var, üzr istəyirəm. Burada SP'nin yerinə elə bil SA minus 8 yazılır. Burada minus 8 də var. O zaman bunu sağ tərəfə keçirsəm SA birləşmə ilə kəsmənin cəmi 12 olduğundan 2SA minus 8 bərabərdir 12. Buradan SA'nı tapacağıq 10. Y variantı. 12-ci sualda 9-cu sinifdə sualda həll etdiyimiz metodla həll eləyəcəyik. Belə ki, biz burada birinci olaraq x'in -1, x'in 2 qiymətlərini yoxlayacağıq. Həll deyil, -1 və 2 qiymətlərini yoxlasaq heç biri həll deyil. -1 qiymətini yoxlasaq birinci halda. Təbii ki, bunlar ayrı-ayrı hallardır. Yəni eyni halda mümkün deyil axı bunların olması. X -1 olsa mümkün deyil. X 2 olsa mümkün deyil. Daha sonra x'i aralıqlara böləcəyik. X'i birinci olaraq -1'dən kiçik götürəcəyik. Bu halda həll eləsək hər biri mənfi çıxacaq. X plus 1 x minus 2 bərabərdir 2. Burada da x'i ödəyən -1'dən kiçik qiymət yoxdur. Daha sonra isə x'in -1 və 2 aralığında açacağıq modulları. Belə ki, -1'dən böyük qiymət x plus 1 müsbət çıxacaq, digər isə mənfi çıxacaq. Ümumiyyətlə burada həll yoxdur. 5-ci olaraqsa x 2'dən böyük götürsə hər ikisi müsbət çıxacaq. Hər ikisi müsbət olanda da x'in 2'dən böyük qiyməti çıxmır. X 1.5 çıxır. Hər birini müsbət götürüb belə bir asırıq. Yəni burada çətin bir şey yoxdur. X oldu 1.5 və 2'dən böyük olmadığı üçün orada da həll yoxdur. Yekun cavab həll yoxdur. Doğru cavab A variantı. İti bucaqlardan biri 30 dərəcə düz bucaq üçün hipotenuzdan çəkilmiş hündürlük. Hipotenuzun hansı? Təbii ki, bura 30 dərəcə olsun.
hündürlüğü ilə əlaqəli tapacağıq. Əlbəttə ki, bura bir A desəm, bura bir 2A olacaq. Burada A kök 3 olacaqdır. Daha sonra digər tərəfə keçsək 60, 30 eləyəcək. 60'ın qabağında A, 30'un qabağında A böl kök 3'dür. Görsəniz ki, A böl kök 3'ün A kök 3'ə nisbəti soruşulur bizdən. Birinci ifadəni yaza bilərəm bu şəkildə. A kök 3'lər getdikdən sonra 1-3 nisbətində A variantı doğru olacaqdır. 14-cü sualda böyük tərəf qarşısında böyük bucaq dayanacaqdır. Uyğun olaraq ən böyüyü F olacaqdır. Daha sonra A olacaqdır. Daha sonra isə D olacaqdır. Digər 3 bucağa baxsaq isə ən böyüyü C'dir. Daha sonra isə B'dir. Daha sonra isə C, B, daha sonra isə F'dir. Dolayısıyla C, B, F, A, D olmaq şərtindən C, B, F, A, D olmaq şərtindən A variantı doğru cavabdır. 15-ci sualda şəklini çəkək burada. 15-ci sualda A buradır, B buradır. Buradan bura Y'dir. Buradan bura D'dir və buradan bura C'dir. Buradan bura birləşdirilib. Qeyd olunur ki, BAD bura 20 dərəcədir. DAC, DAC bura 60'dır. AB'yi bura 50'dir və YBD 30 dərəcədirsə B7'ni tapın. Aha, bura X'i tapaq. Fikir verin burada nələr baş verir. 80, 50 burada 50 olacaq. Dolayısıyla bunlar bir-birinə bərabər olacaq. Biraz fikir versək 60-30 əsasən mərkəzi A nöqtəsində olmaqla belə bir çevrənin varlığından biz dəqiqliklə danışa bilərik. Mərkəzi A nöqtəsində olan çevrə varsa 20'yə bu mərkəzi bucaq olduğundan burada 20 dərəcə olacaq. X isə daxili bucaq olduğundan 10 dərəcə olacaqdır. A variantı doğru cavabdır. 16-cı sualda adi qayda ilə hesablasaq, birincisi 9 böl A, digəri 90 böl A, digəri isə 900 bölünsün A olacaq. Bu da 999 böl A olacaqdır. Y variantı doğru cavabdır. 17-ci sualda Azər, Bilal, Azər, bir də Bilal. Bunlar arasında digər fərqlər yoxdur. Yəni Azər Bilalın yaşında olanda Bilalın 54 yaşı vardı. Demək burada biraz yaş məsələlərini, burada birincisi böyük kiçikliyini biraz təyin etmək lazımdır. Azər Bilalın yaşında olanda qeyd olunur ki, gəlin buna Y, buna X deyək. Deyir ki, Azər Bilalın yaşında olanda Bilalın 54 olacaq. Azər Bilalın yaşı. Demək Azər Bilalın yaşında, yəni Azərin X yaşı olanda Bilalın olacaq 54. Yəni bu nə deməkdir? Azərin X yaşında olması üçün bunun Y minus X qədər əvvələ getməsi lazımdır. Doğru mu? Dolayısıyla Bilal da bu qədər əvvələ gedəcək. Eyni məntiqlə biz deyir ki, indi Bilal Azərin yaşında olanda isə Azərin 12 yaş olduğu məlumdursa. İndi Bilal Azərin yaşında olması üçün də əlbəttə ki, Bilalın da Azərin yaşında olması üçün əlbəttə ki, burada nə olması lazımdır? Bilal Azərin yaşında olsa Y olacaq. Azər isə nə olacaqdır burada? Yəni burada da eyni məntiqlə olacaqdır ki, Y çıxılsın. Burada da olacaqdır. X çıxılsın Y, bu da 12'ye bərabər olacaqdır. Dolayısıyla bizim təyinliklər sistemimiz 2x çıx Y 54, 2y çıx X bərabərdir 12 alacağıq. Buradan da Y-i biz alacağıq 26, X-i də 40 alacağıq. Bizdən Azər soruşulur. Azər də Y-dir, Y də C variantı olacaqdır. Doğru cavab. 18. Məlumdur ki, 2 rəqəmli ədədin rəqəmləri sıfırdan fərqlidir. Bu 2 rəqəmli ədədin kvadratı ilə 10 rəqəmə nəşməyə əmələ gələn 2 rəqəm kvadrat fərqi aşın. XY-in kvadratı çıx YX-in kvadratı aşağıdakılardan hansı ola bilər? Müxtəsər vurma ilə görsənir ki, bunların cəmi və fərqi olur. Bu da olacaq 9x minus y vurulsun 11x plus y. Görsənir ki, 99'a bölünən ədədlər ola bilər. Əlbəttə ki, 396 B variantı edəcəkdir. İndi 396 halını da gərək araşdırmaq lazımdır.
396 olanda ola bilməz, daha doğrusu soruşur. Ola bilməz soruşursa B variantı ola bilməz ümumiyyətlə. Çünki 396 99-a bölünmür. Yəni böldüyümüz təqdirdə indi lap dəqiqliklə 396-nı 99-a bölək 4 eləyir. 4'ü də yoxladığımız təqdirdə, yəni hər birini ayrı-ayrı da yoxlamalıyıq da. Misal üçün birinci halda 297-ni yoxlasaq, 297 böl 99, misal üçün A variantını yoxlasaq, bu eləyəcəkdir 297 297 böl 99 səhv eləmirəmsə 3 eləməlidir. 3 eləyir. Demək x minus y, x plus y 3 eləyir. Buradan 1, 3 olduğu təqdirdə 2x bərabər 4, x bərabər 2, y bərabər 1 ola bilər. Yəni bu normal bir haldır. B variantı 396 olanda 4 alınır. X minus y, x plus y bərabər 4'dür. Bu 1, 4 olduğu təqdirdə mümkün deyil. 2, 2 olduğu təqdirdə də mümkün deyil. Çünki biri 0 olacaq 2, 2 olduğu təqdirdə. Demək təbii ki B variantı doğru cavabdır ki, ola bilməz. 19-cu sualda A, C, D, B məntəqələri uyğun olaraq bu şəkildə yerləşdirilib. A, C, D və B. A məntəqəsinin eyni zamanda sürəti olan 60 olan avtomobil və sürəti 20 olan skuter yola düşür. 20 olan skuter yola düşür. Avtomobil B-yə çataraq heç durmadan C-yə geri dönür. Həmin müddət skuter D-yə çatır. Avtomobil gedir B-yə çatır və heç durmadan qayıdaraq C-yə kimi gəlir. Avtomobil belə və belə qədər yol gedir və digər skuter isə D-yə çatır və 3 saat çəkir. Deyir ki, C-dən D-yə qədər olan məsafə, D-dən B-yə qədər olan məsafə eynidir. Gəlin bura x, bura y, bura y deyək. Avtomobil nə qədər yol gedib? A-dan B-yə gedib 2x plus y, geriyə də 2x qayıdıb C nöqtəsindədir. Hansı sürətlə? 60 ilə. 3 saat vaxt sərf edib. Digər tərəfdən isə skuter isə yalnız x plus y qədər yol gedib D-yə çatıb da, düzdürmü? O da 20 km sürətlə 3. Buradan da biz tənliklər sistemini həll etdiyimiz təqdirdə alacağıq ki, x 40, y isə 20'dir. AB məsafəsinin uzunluğu isə uyğun olaraq 100'ə bərabərdir. C variantı. 20-ci sualda isə öncə qabaqlarındakı ifadələri bir-birinə bərabərləşdirək. Y-lərin qabağında x böl y bərabərdir 18'də 8, y böl z isə 18'də 27 olacaq. Görsən ki, x 8k, y 18k, z isə 27k'dır. İndi deyir ki, x-dən 70 qram, y-dən 144 qram və z-dən isə 250 qram götürülür. Bu maddəni hazırlamaq ən çox neçə qram olur? Biz maddələrin nisbətlərini tapırıq. 8, 18, 27 nisbətində olmalıdır. O zaman maksimum dərəcədə biz 70'i götürə bilərik. Maksimum dərəcədə 70'i götürdüyümüz təqdirdə 8k 70'ə bərabər olacaq. K bərabər 70 böl 80. 70 böl 8. Toplamda isə k-nı yerinə yazıb x plus y plus z maddələrini toplasaq olacaq 26 üzərinə 53 7 üzərinə 18, 8 üzərinə 8 26 eləyir. 26'nə 27 gəldikdə isə burada eləyəcəkdir 53. 53 vur 70 böl 80 olacaqdır doğru cavab. 53 vur 70 böl 8. Bu da 463 tam %75 eləyəcəkdir. 463 tam %75 maksimum olacaqdır. Çünki digərləri zaten onsuz da çoxdur. Yəni yerinə yazıb yoxlaya bilərik. Doğru cavab D variantı. Hər kəsə uğurlar. Yarın final hazırlığımıza qoşulmaq üçün 050 854 77 18 nömrəmə yaza bilərsiniz.